Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı hərbi xidmətə yararlılıq dərəcəsi məhdud olan və ya möhlət verilən çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb bildirilib ki, müayinələrə sıradan kənar həqiqi hərbi xidmətə yararlılıq B kateqoriyası, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, C kateqoriyası, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq C kateqoriyası, həmçinin həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq D kateqoriyası haqqında rəy verilmiş şəxslər cəlb edilirlər. Qeyd edək ki, çağırışçıların yekun tibbi müayinəsi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Nazirliyin tibbi şəhadətləndirilmə alt sisteminə daxil edilən göndəriş əsasında Y növbəlilik qaydasında həyata keçirilir.